Karanlık kalan yerlerden herkese salamlar. Bugünkü qonağımız ömrünün 30 ildən artığını bu sənətdə həsr edən İbrahim Qaraçuxurludur. İbrahim, xoş gəlmisən. Salam mübarək, xoş gün olsun. Həmişə xoş günlərdə bir-birimizlə üz-üzə gələk inşallah. Allah sənə can sağlığı versin ki, dəvət elədin məni də. İnsan bəzən sənətdən uzaq qalanda, unudulanda təsir edir. Sən çox sağ ol ki, məni yada saldın, dəvət elədin. Mən də məmnuniyyətlə həmişə yaxşı dostların, yaxşı qardaşların xidmətindəyim onsuz da. Elə sənin də xidmətində varam həmişə. Allah razı olsun. Əslində sən çox sağ ol ki, dəvəti qəbul elədin. Çox sağ borcumuzdur. Bunu bütün qonaqlara demişəm, nəzərinə çatdırmışam. Biz əvvəl qonağa zəng edirik, əlaqə saxlayırıq. Qonaq razı olandan sonra səhifədə qonağın şəklini paylaşıram və izləyicilər həmin şəklin şərh yerinə öz suallarını yazırlar. Veriliş boyunca qonağa ancaq izləyicilərin sualını verirəm, səsləndirirəm. Verilişin tək bir sualı var, o da sonda səsləndirəcəm. İcazə ilə keçək suallara. Buyur. Seymur Ağazadə adlı bir izləyicimiz yazıb ki, salam Mübariz bəy, çox gözəl iş görmüsünüz ki, İbrahim Qaraçuxurlunu dəvət etmişsiniz. Sualım İbrahim bəyin 2001-ci ildən bəri efirlərdə və ev şənliklərində görünməməyin səbəbi ilə bağlıdır. Seymuru salamlayıram. Seymur bizim dostumuzdur. O özü də meyxana deyənlərdəndir, yaxşı şairdir. Əslində qalsa Seymur özü bu sualın cavabını bilir. Seymur bu sualın cavabını bilir. Mən ardasa 93-94-cü illərdən meyxana demişəm. Çox gənc yaşlarımda, 14-15 yaşlarımda meyxana demişəm. Ancaq Qaraçuxur hüdudlarından kənara çıxmamışıq. Elə Qaraçuxurda məhəllədə toy olanda, dostlarımızın toyu olanda dəvət edirdilər, deyirdik də, bacardığımızdan uşaq vaxtına meyxana, o səviyyədə. O zamanlar elə idi ki, meyxana hər tərəfdə sevilmirdi. Amma iş elə bir yerə gəldi, çatdı ki, 2001-ci ildə artıq ANS kanalında möhtəşəm bir yarış başladı, müsabiqə başladı. Həmin müsabiqədə bilmirəm, sənin xəbərin var, yoxsa yoxdur, izləyicilərin xəbəri var, yoxsa yoxdur, deyim, bilsinlər ki, yəni orada elə dəvət edib, demədilər ki, gəl otur meyxanadır, orada seçimlərlə. Bəli, bəli. Seçimlərdir, bir neçə meyxana deyənin içində 40, 50, 60, birinci dəqiqəsində elə idi, ikinci dəqiqəsində lap çox idi say. Orada biz böyük ustadların imtihanından keçdik, Kərimin, Ağasəlimin imtihanından keçdik. O 16-lığa mən də düşdüm. Ondan sonra peşəkar fəaliyyət başladı. Peşəkar fəaliyyət də başladı 2000 ardasa 3-cü, 2004-cü ilə qədər yaxşı idi hər şey. Bir zaman gəldi ki, səhətimdə lazım olmayan bir şeylər baş verdi. Əslində qalsa o lazım olmayan bir şeylər mən indi eşidirəm ki, bütün çox meyxana deyənlərin başına gəlib. Bu panik atak deyilən bir şey var. Ancaq o zamanlarda biz bilmirdik bu panik atakdır. Mən də özümə qapıldım. Telefon işlətmədim. 7-8 il telefon işlətmədim. Belə yavaş-yavaş unuduldum, getdim. Amma 2003-cü, 2004-cü ilə qədər hər şey yaxşı idi, dolanışıq da yaxşı idi. İmkan da yaxşı idi, toylarımız da bol idi. Ondan sonra unuduldum, getdim. Hətta YouTube'da mənim rəhmətli Aydın Xırdalanlı ilə Degəlçinin meyxanası var. O meyxanaya baxırsan, mənə bir dostum zəng elədi ki, sən bir dənə gir onun altında şərhləri oxu. Mən də girdim, oxudum, gördüm, əksəriyyət orada yazıb ki, Allah İbrahimə rəhmət eləsin, Aydına da rəhmət eləsin, ikisi də yaxşı şair idi. Mən belə qənaətə gəlirəm ki, insanlar hətta məni ölmüş bilirlər. Ölməmişəm, sağam, şükürlər olsun Allahın bu gününə. Yəni, sənətlə bağlı fəaliyyət belə başladı. Yəni, 93-94-cü ildə dedim, müəyyən Qaraçuxurda meyxana deyənlər də var idi, onlarla deyirdik.
2001-də isə demək olar ki, peşəkar fəaliyyətə başladım. O da 2003-2004-ə qədər yaxşı idi. Ondan sonra bir müddət, yəni o panik atak deyilən bir şey var. Əslində qalsa o bir xəstəlik də deyil, insanın özünü idarə etməsidir. İndi mən bildiyimə görə bir neçə meyxana deyəndə var o. Ancaq indi texnologiya inkişaf edib deyən insanlar ondan xəbərdardır. Onun qarşısını tez ala bilirlər. Mən elə bir dövrə düşdüm ki, ala bilmədim onun qabağını. Bir uzun müddət belə bir çətinliyimiz olduğu sənətdən kənar qaldı. Mən digərsinlə bağlı toxunacaqdım ümumiyyətlə, sırf Aydın Xırdalanlı ilə bağlı xatirələri istəyirdim toxunam. Amma ki, rast ki, indi başladıq digərsin barədə danışmağa. İstəyirdim Aydın Xırdalanlı barədə danışasan, həmin görüşdən. Məsələn, Aydına uduzmaq necə bir hiss idi? Biz zaten Aydınla 2001-də üz-üzə gələnə qədər biz oturub meyxana deyirdik onsuz da. Demək olar ki, həftədə 4 dəfə, 5 dəfə çay evlərində yığışırdıq, meyxana deyirdik. Yəni, belə. Orada da elə oldu ki, 16-lığa düşdük, Aydın da düşdü, mən də düşdüm. Təbii ki, Aydın düşməlidir də. Aydın o dövrün yaxşı şairlərindən idi. Ümumiyyətlə, Aydın elə yaşadığı dövrlərdə elə yaxşı şairlərdən sayılır. Orada püşk yatma xatirimdədir mənim. Deməli, 8 dənə püşkü bir yana qoymuşlar. 8 dənə püşkü bir yana qoymuşlar. Elə bir ki, bir nəfər bu yandan çəkirdi, bir nəfər bu yandan çəkirdi. Biz də oturmuşuq, zal, səhnə, hər şey hazırdır. İştirakçılar bir-biri gedir, çəkir. Bir nəfər bu yandan çəkir, bir nəfər o biri tərəfdən çəkir. Elə olur ki, çəkilə-çəkilə görürəm ki, mən görürəm ki, mənim adım, məni çağırmırlar, Aydını da çağırmırlar. Mən artıq başa düşürəm ki, Aydınla mənim duelimə doğru gedir. Elə oldu ki, 7 nəfər o yandan çəkdi, 7 nəfər bu yandan çəkdi. Aydınla mən yan-yana oturmuşduq. Dedim, Aydın, ikimizik. Dedi, hə, lab yaxşı, elə ikimizik. Dedilər, siz də çəkin, bir daha nə çəkək? Onsuz da 7 nəfər çəkib, 7 nəfər də bu yandan çəkib. Mən qalmışam, bir də Aydın qalıb. Heç nə, Aydınla meyxanamız da şirin alınıb. Mən bildiyimə görə, onu bir qardaş mənə demişdi ki, mən hesablamışam. Aydınla o verilişdə kimlər ki meyxana deyib, sən qarışıq, ən çox balı mən toplamışam. Yəni, ən çox balı mən toplamışam Aydınla meyxana deyiləcək. İndi Aydın o vaxtı layiq idi çempionluğa. Aydın layiq idi çempionluğa, elə layiq kimi də apardı. Allah Aydına rəhmət eləsin. Aydın gözəl şair idi. Hətta böyük sənətkar idi. 2001-ci ildə digərsin başlayanda neçə il idi artıq meyxana deyirdin? 2001-də. Mənim ilk dəfə toyda meyxana deməyim təsadüf eləyib 93-cü ilin dekabr ayına. Mənim 15 yaşım var idi. Elə məhəlləmizdə idi toy, uşaq idim. Bir qonaq da gəlmişdi, səhv eləmirəmsə, Bakının Əmircan kəndindən. O yaşlı idi, 26-27 yaşı olardı. Mən cavan uşaq idim, onu ilə demişik meyxana. İlk meyxanam 93-cü ilin dekabr ayında olub. 8 il qabaq və 8 il qabaq. Hə, mən ümumiyyətlə məhəllədə gəzmək 33 ilə yaxındır. Hə, çox çətin idi. İnanırsınız, düşən kimi dostlar dərhal dairəyə alırdılar ki, meyxana dinən. O vaxtı meyxana bu qədər də populyar deyildi. Məsələn, insanlar deyir ki, məhəlləmizdən meyxana deyən çıxıb. Mən də çox vaxt görürdüm ki, çatdıra bilmirəm. Beyin cavan uşağam da. Başlayırdım Məşəd babanın kəlmə meyxanalarından da hərdən deyirdim bunları. Eşitməyiblər, axı mən eşitmişəm. Biz o vaxtı gedirdik Məşdağdan plakat kasetlər götürüb, gətirib baxırdıq. Onda hər adamda video yox idi. Elədir. Bir dostumuz var idi, onlarda var idi. Yığışırdıq onlara 3-4 nəfər. 4-5 dənə kasetə bir gündə baxırdıq, çıxırdıq. Aparırdıq, təzədən qaytarırdıq. Başqa bir izləyici yazıb ki, ustada salamlar olsun. Gənclərdən kimi bəyənir ustad? Gənclərdən hamını. Gənclər deyəndə ümumiyyətlə necə, yəni 29-30 yaşlı meyxana deyən nəzərdə tutulur, yoxsa 19-20 yaşlı meyxana deyən nəzərdə tutulur? Yəni, mən gənc deyəndə, məsələn, elə meyxana deyən var ki, onun 38-39 yaşı var, çox gözəl meyxana deyir. Çox gözəl meyxana deyir. Amma meyxana deyənlər onu tanısa da, ancaq o cəmiyyət içində tanımır. Onlardan biri Elmar Qres. Çox gözəl meyxana deyir. Mən onun talantına heyranam. Ancaq o insan
bu günə qədər yəni cəmiyyət tərəfindən tanınmır. Ancaq meyxana deyəndə hamısı onu tanıyırlar, istedadına da bələddirlər. İndi mən ona gəz deyə bilmərəm. Əgər gəz deyəndə 19-20 yaşlı insanlar nəzərdə tutulursa hamısı yaxşıdır. Yəni bu üzə çıxanlar ki var, hamısı istisi adlarını da çəkin. Tunar da yaxşıdır, Kənan da yaxşıdır, Mirzəlal da yaxşıdır. İndi xatirimdən kimsə çıxar. Yox, orta təbəqəni deyirsinizsə, elə orta təbəqədə. Bu üzdə olanların hamısı yaxşıdır. Yəni istedadları var ki, çıxıblar da üzə. İstedadı olmayan çox vaxtı çıxa bilmir. Amma zaman gələcək çıxacaq, söhbəti yox. Amma istedadı var ki, çıxıblar. Mən bəyərəm, cavanların hamısını bəyərəm. Bilirsən İbrahim bəy, 2001-ci ildən sonra deyirsən ki, belə bir panik atak xəstəliyi ilə rastlaşdım. Bu ömründən 7 ili, 6 il oldu, il gəldi, çatdı 2008 və yaxud da 2010. 2010-dan yəni adların çəkdiyim məsələn Tunar olsun, Kənan olsun və s. olsun, onlar qədər İbrahimin bu günləri bu izləyicilərə Tunar qədər, Kənan qədər tanınmamağının günahkarı məncə İbrahim özüdür. İbrahimin istedadına mən də bələdəm ki, İbrahim necə meyxana deyəndir və 2001-dən olan istəyir Aydınla qarşılaşması, istəyir ehtiramı ondan qabaq udması, bunları biz də izləmişik. Yəni həmin İbrahim bugünkü günləri izləyicilər tərəfindən tanınmamağı, sevilməməyi o başqadır. Tanınırsan amma sevilmirsən bu başqa şey. Amma tanınmamağının səbəbkarı məncə İbrahim özüdür. Mən bəli, özüm də ola bilərəm, amma burada bir məsələ var da, o adını çəkdiyim o uşaqlar, qardaşlar, onlar elə bir dövrdə yaşayırlar ki, texnologiyanın demək olar ki, hər üzü var da bu zamanda. İndi TikTok səhifələri var, Instagram səhifələri var, YouTube var, müxtəlif saytlar var. Yəni tanınmaq indi çox asandır. Yəni sadəcə olaraq istedadını göstər, tanın kifayət edir. Ancaq 2007-2008 kimi TikTok yox idi, Instagram yox idi. Mən hətta siz panik atak deyirsiniz. Əslində qalsa o bir xəstəlik də deyil. Sadəcə olaraq mən elə bir dövrdə o gəldi ki, o vaxtı bilmirdik də bu nədir. Bilirsiniz, indi asandır. Məsələn, indi elə bir şey gəlsə, texnologiyanın dövrüdür, girdin, oxudun ki, bu qorxulu bir şey deyil. Sadəcə olaraq bir həyəcan istərdi, gəlir, gedir, onu özün dərhal başından ata bilirsən. O sağalmaqdan sonra da ki, o tanınmamaq, artıq unudulmaq. Mən 7-8 il telefon işlətmədim, bu mənim dostlarım da bilir. O ki, qaldı tanınmamağa, texnologiya devri deyildi. Səhv eləmirəmsə, YouTube yox idi, Instagram yox idi, TikTok yox idi. Tanınmaq üçün mütləq efirə çıxmalıydın. Efirə çıxmağa bilirsiniz ki, hər şey maliyyədən başlayır. Belə, yəni, İndi də o dövr deyil ki, mənim artıq 47 yaşım var, 47 yaşım indi durum. Allah ömür versin. Durum bu işlərlə məşğul olum, özümü reklam eləyim, bu da artıq düzgün deyil. Amma yenə sağ olsun, yaxşı dostlar, yaxşı qardaşlar, ac qalmağa qoymurlar. Toylar olanda, məclisdə olanda dəvət eləyirlər, gedirik. Demirəm, hər gün toylara gedirik, amma ayda bir 6 dən, 7 dən də olsa şükür Allaha ki, dolanırıq, birtəhər dolanırıq. Min şükür Allaha. Elmar Həsənli adlı başqa bir izləyici yazıb ki, salam. Qaraçuxurun Namiq kimi böyük sənətkarı, İbrahim kimi köhnə söz ustadı var. Niyə bir məktəb yaranmadı Qaraçuxurda? Ümumiyyətlə, məktəb anlayışı, verilişimizin də bir tərəfi qaranlıq qalan yerlərdir. Məktəb anlayışı mənə qaranlıq gəlir də. Bu, necə yiyəm məktəb anlayışı? Meyxanada məktəb yoxdur axı. Meyxana ümumiyyətlə, məktəb bax, filarmoniya var, müğənnilər üçün var, nə bilim, xanəndələr üçün var. İndi bizim üçün o şərait qurulmuyub. Bölgə-bölgə meyxana deyənlər çıxıb, Lənkəran məktəbi, Əhmədli məktəbi, Məşdağa məktəbi deyirlər belə. Ancaq məktəb anlayışı mənə qaranlıq qalan tərəfdir. Mən bunu qəbul eləmirəm. O ki, qaldı, hər kəsin öz yolu da, qardaş. Hər kəs biri meyxana deməyi seçir, qəzəl yazmağı seçir, şeir yazmağı seçir. Bəlkə də, bilmirəm, bu suala cavab verməyi ümumiyyətlə istəmirəm. Bax, bilsən, mən də sənə razıyam, sənin baxışına razıyam müəyyən dərəcədə. Niyə müəyyən dərəcədədir, onun da arasında deyim. Məsələn, Maşdağa Ocaqlı. Mənə görə məktəb Əhmədlidir. Çünki mehman
öz yaşlarının, hətta özündən böyük meyxana deyənlərə öyrədirdi ki, bu günə qədər filan şeylər demisiniz, bundan sonra deməyin, bu saiti, samiti deməyin. Məhəmmədliyə məsələn məktəb kimi baxa bilirəm, amma elə yerlər var ki, bəli, onlar özlərinə məktəb deyirlər, orada nə məktəb. Amma məsələn, məktəb yəqin ki, mən elə başa düşürəm, yəqin ki, hər kəs də o cür qəbul edir ki, yəni bir nəfər ağsaqqal kimi, ustad kimi izah edir ki, nə olar, nə olmaz. Deyirsən, məktəb yoxdur. Bizim qonağımız, səhv eləmirəmsə 30 neçənci qonaq idi, Şəhriyar Günəşli. Məsələn, demiş ki, mənim ustadım İbrahim Qaraçuxurludur. Sağ olsun Şəhriyar. Sağ olsun Şəhriyar. İndi siz bunu mənə sual kimi verdiniz, yoxsa öz Yox, məktəb sadəcə, dürüncü məktəb yoxdur, mənə yorulmaram. Məktəb, mehmanın da əziyyəti çoxdur meyxanada. Allah mehmanın canını sağ olasın. Mehman qıraq kənar deyil, dostumuzdur. Mən sadəcə olaraq deyirəm ki, yoldan keçən bir şəxsə mehman meyxana öyrədə bilməzində də mən öyrədə bilmərəm. Gərək talant, istedad olsun. Təbii ki. Talant, istedad olsun, bir yol göstərmək olur. Amma elə adam var ki, məsələn, bunu dey, bunu demə, elə adam var ki, ona desən də bunu de, bunu demə, o yenə istədiyini eləyəcək. Bu artıq əxlaq normalları çərçivəsində bilirsiniz necədir. Elə meyxana deyən var ki, o ola bilər gəlib Əhmədli məktəbinə, ancaq Əhmədli məktəbinin məsələn mehman da başçılıq edən heç onu orada görmək istəməyib. Amma ellər də var ki, mehman onları görmək istəyib. Ki, bu əxlaqı yerindədir, qabiliyyəti yerindədir, istedadı da yerindədir. Mən elə gəlir ki, şairlik tək-tük istedadlardandır ki, o ümumiyyətlə fitrətdə olur. Yəni, Allah onu sənə nə qədər veribsə, o qədər bacara biləcəksən. Yəni, bunu kimsə kiməsə öyrədə bilməz. Şəhriyar verilişlərin birində deyib ki, İbrahim ustadımdır, çox sağ olsun. Allah Şəhriyar canı sağ eləsin. Şəhriyar, bilirsiniz, ümumiyyətlə, heç kim pis bir insanı, pis bir sənətkarı heç vaxt örnək götürməz özünə. Şəhriyar əgər mənim istedadımı yüksək qiymətləndiribsə, insanlığımı yüksək qiymətləndiribsə, mənə özünə bir örnək götürübsə ki, ustad kimi İbrahim mənim ustadımdır, mən ona ancaq təşəkkür edə bilərəm. Allah Şəhriyarın canını sağ eləsin. Ümumiyyətlə, meyxanada qalmaqal yaratmaq da lazımdır. Mən hamı mehriban olsa yaxşıdır. Vallahi hamı mehriban olsa yaxşıdır. Elədir. Elbir adlı başqa bir izləyici yazıb ki, salam, şairdən bir istəyən var. Onun gözəl bir meyxanası var. Ana balasından ötürü o meyxananı buradan səsləndirmək mümkündürmü? Əvvəlcədən şairə təşəkkür edirəm. Çox sağ olsun Elmir qardaş. Mən Elmir qardaşı tanıyıram, dostumuzdur. Hə, bir ana balasından ötürü bir meyxanam var. O, düzdür, studiyada zapis olunsa da o aranjman olunmayıb. Məncə, İnşallah onun toylarda, nişanlarda deyərəm, Elmir qardaşın da qarşısına çıxar, qulaq asar. İnşallah. Burada deməsəm yaxşıdır. Mən onu qulaq asmamışam, bəlkə də qulaq asmışam, xatırlamıram necədir. Onu orada biraz bilmədim nə deyəm. Amma çox istəyərdim ki, İbrahim, səndən, nə bilim, nəsə eşitmək istəyərdim səndən. Hə, bir şey eşitmək istəyirsinizsə, onda qəzəl deyim, şeir deyim, bir də əruz vəznində deyim, bir dənə heyecada deyim. Ancaq mən telefona baxmayacağım. Olsun. Çünki yaşda o yaşda öyle. Bunlar şey eləməz. Bir dənə onda övlada bir nəsiyyət qəzəlim var mənim. O qəzəli deyim. Buyur. Bir dənə də ana haqqında bir şeir deyərəm. Heyecada. Çağrıldığın ünvanlara ar eyləmə oğlum. Çağrıldığın ünvanlara ar eyləmə oğlum. Dəvətsiz olan yerləri dar eyləmə oğlum. Qiymətli sözün varsa danış, yoxdur sallal ol. Boş-boş danışıb xəlqi bezar eyləmə oğlum. Düşmanının hətta belə nöqsanını görsən, tən eyləyib əsla onu xar eyləmə oğlum. Çək təkliyə nöqsanını izah elə bilsin, yoxsa durub aləmlərə car eyləmə oğlum. Can mülkünü təqva ilə, ixlas ilə pak et, imanıvı şeytana şikar eyləmə oğlum. Əxlaqıvı, imanıvı, vicdanıvı satma, insanlıq üzərində bazar eyləmə oğlum.
Süfrəndə halalzada olanlarla çörək kəs. Nankorla, haramxorla nahar eyləmə oğlum. Rəftarın ədalətli, sözün haqq sözü olsun. Nahaq sözün itqində şüvar eyləmə oğlum. Can yoldaşı seçməkdə tələsmə. Düşün əvvəl, Allahsız olan kimsəni yar eyləmə oğlum. Qeybətdir, yalandır, yetim haqqın talamaqdır. Məhşər günü həngaməsi var, eyləmə oğlum. Məhşər günü həngaməsi var, eyləmə oğlum. Sağ ol İbrahim. Çox sağ olun. Varsa yenə də eşitmək xoş olar. Bir dənə də ana haqqında bir heca üstündə şeir deyim. Nə gözəl. Əslinə qalsa telefonumda olanlar bulardı. Necə gülər üzdür, necə mehriban. Necə gülər üzdür, necə mehriban. İlahi, yaraşır cənnət anama. Behişti sərmisən qədəmlərinə. Mələklər aparır heyrət anama. Gecələr yuxusuz nəğmə dilində. Məni ovudardı əlim əlində. Mən bu nəvazişim müqabilində çox az ayırmışam diqqət anama. Baxmaram qocalıb əsir əlləri. Ruhuma dərmandı bəyaz telləri. Nəinki nazənin şux gözəlləri. Dünyanı vermərəm nisbət anama. Canım bircə kəlmə sözünə qurban. Məni özü edən özünə qurban. Məni özüm edən özünə qurban. Həsrətdən yorulan gözünə qurban. Mən verə bilmədim qiymət anama. Mələklər aparır heyrət anama. Allah cəm olanların canını sağ eləsin. Amin. Amin. Çox sağ ol İbrahim. Çox sağ olun. Talih Məmmədov adlı bir izləyici yazıb ki, İbrahim Qaraçuxurlunun nəzərinə görə bütün zamanların gəlmiş, keçmiş ən güclü meyxanaçısı kimdir? İkinci sualım budur. Əsl meyxana sizcə dəyişmədi, yoxsa fikir qafiyəsi? Çox sağ olsun Talih. Birinci əsl meyxana fikirdir, yoxsa dəyişmədi, ona toxunaq. İkisi də. Çünki müəyyən təbəqələr var da, xiridarlar var, həvəskarlar var, azarkeşlər var. Bəzi insanlar var ki, dəyişmə meyxana daha xoşdur olaraq. Bəzi insanlar var ki, fikir qafiyələrinə daha çox üstünlük verirlər, fikir meyxanalarına. Onların ikisi də əhəmiyyətlidir. İkisinin də öz çətinlikləri var. Yəni, anında cavab vermək və ya beyni işlədib daha dərin fikirləşmək. Bunlar hamısı müşkül məsələlərdir. İkisinin də öz yeri var. Bütün zamanların ən yaxşı meyxanədə, ümumiyyətlə fikirləşmək istəmirəm bu sualı cavab verməyə. Niyə fikirləşmək istəmirəm? Çünki demək olar ki, tanınmış, məşhur meyxanələrdən əksəriyyəti eyni fikirdədir ki, bu Məşəd Babadır. Yəni, bu Məşəd Baba tarixin mənə elə gəlir ki, gəlib getmiş ən böyük sənətkarıdır. Məşəd Baba böyük sənətkar deyildi. Əslinə qalsa Məşəd Baba əzəmətli sənətkar idi. Məşəd Babada həm xarizmatik olaraq bir görünüş var idi, hər meyxanası meyxana idi. Həm şeirləri də ki, insanlar müğənnilərin dilindən düşmür qəzəlləri, şeirləri. Fikrimə görə Məşəd Babadır. Hərdən fikirləşirəm ki, mən Məşəd Baba deyəndə bir nəfər var, ona haqsızlıq eləyə bilərəm görəsən. Ancaq fikirləşirəm ki, onların arasında həmişə seçim eləyəndə fikirləşirəm, yox, fikrimdə elə qətiyyəm. O ikinci adamın adını çəkməyəcəm. Ancaq mənə görə bütün zamanların ən yaxşı meyxanədiyəni, ümumiyyətlə əzəmətli bir sənətkar Məşəd Babadır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin şahid. Həmin o dediyim 92-ci, 93-cü illərdə biz kaset götürürdük, baxırdıq. Vallah, billah, ancaq və ancaq Məşəd Babadan zövq alırdım. Düzdür, Kərim də böyük sənətkar idi. Kərimi də heç kim dana bilməz. Kərimdəki səs, avaz, meyxana demək qabiliyyəti. Ancaq mənim üçün daha doğma Məşəd Baba gəlirdi. İstəyirdim ki, Məşəd Babaya oxşadım özümü. Məşəd Baba kimi meyxana deyə bilim mən də nə zamansa 14-13 yaşlarımın söhbətini eləyəm. Sonra zaman keçdi, anladım ki, yox, Məşəd Baba olmaq olmaz. Amma heç olmasa
meyxana demək lazımdır. Məşəd Baba məncə tarixə bir dənə gəldi, bir dənə də getdi. Hə, bir qəzəlim var onun haqqında, istəsəz Xoş olar. Sənət xəzinədir, xəzinədarıdır Məşəd Baba. Sənət xəzinədir, xəzinədarıdır Məşəd Baba. El içlə şeiriyyatın iftixarıdır Məşəd Baba. Sözündə gül təravəti, səsində bülbülün səsi, xəzan vuran fəsillərin baharıdır Məşəd Baba. O boyda dahi şairi cavan itirdi xalqımız, söz əsrətin çəkənlərin qubarıdır Məşəd Baba. Sözü, avazı, ləhcəsi edərdi valeh insanı, qubar olan könüllərin xumarıdır Məşəd Baba. Əgər bu sənəti sözə verilsə görkəmi bəşər, həkim olan bilər ki, şah damarıdır Məşəd Baba. Xüsusi istedada malik idi, yoxdur bənzəri, bu millətin ilahi yadigarıdır Məşəd Baba. Birinci şəhriyarımız göz astı şəhri Təbrizə, ikinci Bad-ı Qubə şəhriyarıdır Məşəd Baba. Heyf ki çəkdi yanına, de gəlsinin nidasını, heyf ki çəkdi yanına, de gəlsinin nidasını, qərib olan xəyalların məzarıdır Məşəd Baba. Bu acizanə şeirivün müqabilində şaira, məqamı möhtəşəmdir, çox yuxarıdır Məşəd Baba. Məqamı möhtəşəmdir, çox yuxarıdır Məşəd Baba. Allah ustada rəhmət eləsin. Lənkərandan daimi bir izləyicimiz yazıb ki, salam Mübariz qardaş, salamlayıram qonağınız, dəyərli şairi və sizin layihəni ta əvvəldən bu günə qədər izləyirəm. Hər kim meyxana üçün xırda nəsə edirsə, Allah əziyyətinin bəhrəsini versin. Amin. Şairə sualım budur ki, ən yadda qalan stolüstü meydanı hansı meyxanaçı ilə olub və bir kuplet də olsa, zəhmət olmasa səsləndirməyini xahiş edərdim. Lənkərandan şairə salamlar. Çox sağ olsun. Biz də Lənkəran gözəl bölgəmizə salamlarımızı göndəririk. Stol üstü meyxanalarımız mübarək çox olub bizim. Saysız hesabsız olub, saysız hesabsız. Olan bəziləri çəkilişə düşüb, bəziləri yox. Bəzilərində yaxşı meyxana olub, bəzilərində yaxşı meyxana olmayıb. Ümumiyyətlə xatırlamıram. Xatırlamıram. Bəlkə hansısa çəkilib YouTube-a qoysaydılar, mən baxardım ona, hansısa söz yadımda qalardı. Xatırlamıram. Xatırlamıram, amma bir qafiyə xatırlayıram. Səhv eləmirəmsə elə Masallıda ya keçən il ya iniş il olmuşdu. Orada stolüstü meyxana olmuşdu. Bəlkə də o qardaş elə o diyarda olmuşdu da. Səhv eləmirəmsə Masallıda olmuşdu. Sükutum əslində hüdudsuz sözə çevrilə bilər. Belə bir qafiyə tutulmuşdu. Orada çox gözəl meyxana getmişdi. Amma əfsuslar olsun ki, beytlər yadımda deyil. Ancaq onun çəkilişi var, səhv eləmirəmsə YouTube-da da var. Axtarış eləyib baxa bilərlər. İftar məclislərindən birində qeydə alınıb bu. Cənub zonasında qeydə alınıb. Orxan Mirzəyev adlı başqa bir izləyici yazıb ki, salam Mübariz bəy, sizi və dəyərli qonağınızı salamlayıram. Aleykümselam. Qonağınıza 2 səmimi sualım olacaq. Bildiyimiz kimi, əvvəlki verilişlərinizin birində qonağınız olan Şəhriyar Günəşli öz ustadının İbrahim Qaraçuxurlu olduğunu qeyd etmişdi. Birinci sualım belədir. Bu gün ustad öz tələbəsindən razıdırmı? Onun yaradıcılığını necə qiymətləndirir? İkinci sualı istəyirsən cavab verəndən sonra verirəm. Şəhriyar maşallah ortadadır da. Görünən kəndə bələdçi lazım deyil. Maşallah ortadadır, təbi də yaxşıdır, sözü də yaxşıdır, avazı xüsusi gözəldir. Əlbəttə razıyam. Əlbəttə razıyam. Şəhriyar ümumiyyətlə istedadlı insandır. Bəli. Mən bir şeydə nəzərə çatdırdım ki, mən Şəhriyara meyxana deməyi öyrətməmişəm. Şəhriyar özü istedadlı meyxanadır. Yəni elə həmişə də istedadlı olub. Mən bayaqki fikrimə yenə qayıdıram. Heç kimə meyxana deməyi öyrətmir. Sadəcə olaraq burada ustad tələbə rəmzi formadadır. Məsələn, bir insan, mən məsəl üçün həmişə Məşəd Babanı örnək götürmüşəm. Bəli. Şəhriyar da bizim yanımızda olub. Şəhriyar məndən yaşda çox balacadır. Bizim yanımızda olub. İndi ürəyi istəyib ki, düzdür, indi Şəhriyarla bizim məsləhətlərimiz olub. İbrahim, bunu belə eləsəm necə olar, onu necə eləsəm necə olar. İndi mən yaş səviyyəmə görə Şəhriyardan yaşlıyam.
Ola bilər ki, o dövrlərdə həyat təcrübəm daha çox idi, nəinki Şəhriyar. İndi Şəhriyarın özünün də həyat təcrübəsi var, artıq Şəhriyar çox cavan deyil. Mən Şəhriyara meyxana demək öyrətməmişəm. Şəhriyar özü çox istedadlı meyxanadiyəndir. O mənim üçün fəxrdir ki, Şəhriyar mənə özünü ustad bilir, çox sağ olsun. Ona dərin təşəkkürümü bildirirəm. Başqa da tələbə var, yoxsa yox? Mənə ustad deyənlər çoxdur. Bunu sual kimi verirsən. Bəli. Mənə ustad deyənlər çoxdur. Ancaq vallahi billahi mən özümü heç vaxt ustad kimi görməmişəm, görməyəcəm də. Bilirsiniz, indi çox sağ olsun kimsə, məsələn o vaxt Günəşlidə cavan meyxana deyənlər vardı, hamısı deyirdi, İbrahimdən öyrənirik. İndi onların bəziləri meyxana ilə məşğul olmadı, hərəsi bir iş dalıca, hərəsi bir peşə dalıca getdi. Şəhriyar qaldı bu sənətdə. Elə yaxşı ki qaldı, uğurlu da gedir, Allah yolunu açıq eləsin. Mən özümü ustad kimi görməmişəm heç zaman, heç vaxt da görməyəcəm. Ustad başqa bir amildir. İkinci sualım məncə artıq bunun da cavabı məlumdur. İkinci sualımız yazıb budur. Bəs şairin öz sənət yolunda ustadı kim olub, kimlə bəhrələnib? Sualımı səsləndirdiyiniz üçün Mübariz bəy, sizə öz təşəkkürümü bildirirəm. Qonağımıza sənət yolunda uğurlar arzu edirəm. Romandan Orxan. Çox sağ olsun Orxan. Yox, mənim ustadım, mən 93-cü ildə, 92-ci ildə başlamışam xırda meyxadim. Onda kim var idi ki, kimdən öyrənim? Yox, Məşəbaba dedim, yəni bəhrələnmək var da. Məşəbaba biz əl çatmaz idi Məşəbaba bizim üçün. Biz cavan uşaq idik, 93-cü, 94-cü illər Məşəbaba əl çatmaz idi bizim üçün. Necə? Yəni bizi kim buraxardı ki, evdən 13-14 yaşımız var idi, gedək Məşdağada, toylarda oturaq Məşəbabanın qıçın dibində. Biz ancaq plakatlardan kasetlər götürərdik, baxardıq. Mənim də ürəyim yatan meyxanadiyan Məşəbaba olub. Elçin də xoşuma gəlib, Kərim də xoşuma gəlib. Ancaq Məşəbaba daha çox ürəyimə yatıb. O vaxtki dövrə görə Kumil seçmişəm də Məşəbabanı özümə. Kumil seçmişəm. Məşəbabadan başqa qeyri bir meyxanadiyan mənim üçün Kumil ola bilməz. Heç bir meyxanadiyan. Məşəbaba, yəni ustadım olmayıb da. Yəni mən Məşəbabanı ancaq Məşəbaba zindan həyatını başa vurduqdan sonra Məşəbaba ilə qismət olub görüşmüşük. Bir neçə məclislərdə də bir yerdə olmuşuq. Hətta Məşəbaba zindandan təzə çıxmışdı. 2000-ci il idim. Məşdağda dostlarım vardı mənim. Gəldilər mənim dalımca dedilər ki, bəs belə Məşəbaba zindandan çıxıb onu bağa dəvət eləmişik. İstəyirik gedəsən, sən də Məşəbaba ilə meyxana desən, mən Məşəbabanı ilk dəfə onda gördüm. Mən 2000-ci ildə cavan uşaq idim, 19-20 yaşım vardı. Məşəbaba zindandan təzə çıxmışdı. O görüşdük Məşəbaba ilə orada. Elə həmin yerdə də istifadə elədi, Məşəbaba mənə dəvətnamə verdi öz toyuna. Gedmişəm Məşəbabanın toyunda da iştirak eləmişəm. Allah ustada rəhmət eləsin, nə deyim başqa? Məşəbaba böyük sənətkar idi. Elə İnsan özünə ustad seçirsə, kumil seçirsə elə bir sənətkarı seçməlidir ki, heç vaxt onun meyxanasından, sənətindən utanmasın. Məşəbaba böyük şair. 30 ildən artıq, ömrünün 30 ildən artığın meyxanaya həsr edilən bir adam kimi bugünkü gün kənardan və yaxud YouTube-un özündən meyxanaya baxanda nə düşünürsən? Yəni bugünkü gün meyxana səni qane edir bugünkü gün meyxananın bu vəziyyəti? İstəyir inkişafı, istəyir enişi. Bəzi nöqtələrə baxanda qane eləyir, bəzi nöqtələrə baxanda yox. Necə? Yəni, üzdə olan meyxana deyənlər demək olar ki, əksəriyyəti istedadlı meyxana deyənlərdir, əksəriyyəti. Bəli. Yəni, istedadları var da, yəni bunu danmayam. Ancaq görürsən ki, TikTokda, Instagramda, YouTube'da elə meyxanalar paylaşır ki, üzr istəyirəm ifadəmə görə, əyağında nə deyirlər ona, şəpit deyirlər də, şəpitlə, qaloşla gəlir meyxana deyir. Toydur, mən bunu görmüşəm, YouTube'da da görmüşəm, TikTok'da da görmüşəm. Axı, sənəti bu qədər aşağı salmaq olmaz axı. Sən sənətkarsansa, gerək geyimdə də fikir verəsən, keçimdə də fikir verəsən. Plus, sən bu geyimdə çıxırsan, plus sənin istedadın da yoxdur. Valla bir işlə məşğul olsan daha gözəl olar. Daha gözəl olar. Amma əfsuslar olsun ki, elə insanlar çoxdur. TikTok, Instagram çoxdur. Həddindən artıq çoxdur.
Onsuz da onlar yəni bu sənətlə bir şey eləyə bilməyəcəklər, qabağa gedə bilməyəcəklər. Yox, mən o adam meyxana deyən o bekarlardan danışmıram. Mən onlar heç onların yəni onları həmin mövzunu işıqlandırmaq belə istəmirəm. Anladım. Bəli, anladım. Meyxananın səviyyəsi qane eləyir. Ancaq bir şeylər deyilir ki, meyxana indi daha sürətlidir. Mən bu fikirlə heç vaxt razılaşmamışam. Meyxana indi sürətli deyil. Meyxana indi ritm sürətlidir. O vaxtın meyxanalarına biz baxırıq. Deməli, Məşəd Baba, Kərim, Elçin meyxana deyirlər. Məsələn, təkbətək meyxanaları var Kərimin, Məşəd Babanın. Kərim deyir, qutarır, Məşəd Baba qafiyəni 2 dəfə, 3 dəfə vacil edir, ona cavab verir. Məşəd Baba deyir, qutarır, Kərim 2 dəfə, 3 dəfə qafiyəni vacil edir, Məşəd Babaya cavab verir. Musiqi gedmir. Çünki o vaxtı qoşanağara ilə meyxana deyirlər əksər hallarda. Çox iti bir-birlərinə sual-cavab meyxana deyir. İndi ancaq meyxana bir şair 7-8 nəfər meyxana deyən deyir, bir meyxana deyən deyir, oturur. Baxırsan ki, bir 2 dəqiqə, 3 dəqiqə musiqi gedir. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. İndi isə musiqiyə daha çox üstünlük verilir. Sadəcə olaraq ritmi qaldırırlar, ritm daha sürətlidir. Ancaq bir şey də var ki, meyxana indi daha mürəkkəbdir, daha çətindir. Çünki indi artıq şairlər daha dərin fikirlər görürük də. Bəzi meyxana deyənlər var ki, çox heyrətamiz meyxana deyirlər, çox həddindən artıq. Bəzən oturub fikirləşirəm ki, yəni bu insan ağlının məhsuludur, yoxsa yox. Amma deyirlər. Maşallah olsun, Allah hamısının canını sağ eləsin. Allah Rəşad qardaşımıza da can sağlığı versin, tezliklə qapısını açsın inşallah. Çünki meyxanadan danışırıqsa, o da meyxananın böyük ustadlarındandır. Onu da qeyd eləməsək, sonra insanlar fikirləşər, bəlkə paxıllığımız var biz. Yəni, Rəşadın Allah qapısını tezliklə açsın, Allah onun balalarına qovuştursun. Demək olar ki, elə Məşəd Babadan sonra ən böyük ustadlardan biri də elə Rəşaddır. Biri də. Tək Rəşad deyil, çünki başqaları da var. Allah qapısını açsın. Meyxananın vəziyyəti göz qabağındadır. Görünən kəndə də bələdçi lazım deyil, bayaq dedim. Allah hamısına can sağlığı versin. Hamısına müvəffəqiyyətlər öz yollarında. Meyxana bugünkü vəziyyətindən razısan. Yaxşı, kütlənin necə vəziyyətindən razısan? Kütlə də bayaq dediyim kimi 2 hissəyə bölünüb də. Bir həvəskar var, kütlə, bir var xiridar. Həvəskar deyir ki, sən mənim üçün oynaq bir şeydirən, mən qulaq asın, ləzzət aparım. Xiridar deyir ki, sən mənim üçün fikir çıxart. Mən o fikrə qulaq asın, feyz aparım. Kütlə də 2 hissəyə bölünür. Hər ikisi də haqlıdır. Birinin zövqünə bu meyxana xoş gəlir, birinin zövqünə o meyxana xoş gəlir. Mənim üçün də çətin olan fikir meyxanasıdır, çətin olan. Amma elə oynaq, şirin meyxananın da öz ləzzəti var ki, hərdə insanda təbəssüm yaradır. Bəs meyxana hansını tələb edir? İndiki dövr fikir meyxanasını tələb edir, indiki dövr. Çünki insanlar artıq puxtələşiblər, kamilləşiblər, insanlar artıq bilirsiniz, texnologiya dövrüdür də, indi daha nələr yoxdur. Burada oturursan, 10.000 kilometr o tərəfdən telefonla danışırsan. Əvvəl belə bir şey yox idi. İndi həm də müasir sözlər meydana gəlib. Məsələn, bir şey yaranıb, ona ad qoyublar. Həmin o adı meyxana deyənlər hansısa qafiyə düz gəlsə istifadə edirlər. O vaxtda söz kəsatlığı var idi. İndi isə müəyyən şeylər ki, çıxıb, və həmin şeylərin də öz adı var. O ad da meyxanaya salınır. Meyxanada deyilir, məsələn, bir qafiyə tutulur. Baxırsan ki, əvvəl o qafiyə tutulsaydı, filan sözlər yox idi onda. O adlar yox idi onda. Amma indi var. Meyxana deyənlər üçün geniş bir fikir eləmək üçün, yəni bildirmək üçün müəyyən sözlər çıxıb. İndi söz daha çoxdur. Amma mən sırf öz fikrimi bilmək istəyirsinizsə, mən bugün də YouTube-a girib meyxanaya baxanda 93-cü ilin, 92-ci ilin meyxanalarına baxıram. Məşəd Babanın, Kərimin meyxanalarına baxıram. Onların o şirin avazlarının, şirin səsinin heyranı olmuşam. Elə bugün də heyranıyam, onlara qulaq asıram.
Amma sosial şəbəkələrdə çalışıram aktivliyimi qoruyum, yaşımın 47 olmasına baxmayaraq. Hansı meyxanalar daha çox paylaşılır, onu da görürəm. Və sevinirəm ki, hələ də bugünkü gün Məşədi Babanın kərimi paylaşırlar. Yəni, qədim meyxana, köhnə meyxana unudulmayıb. Təzələrə də Allah can sağlığı versin, Allah yollarını həmişə açıq eləsin inşallah. Bura qədər verilən suallar, arada o bir-iki dəfə haşiyəyə çıxdım, amma bura qədər verilən suallar hamısı izləyicilərin verdiyi suallar idi. Verilişin adından göründüyü kimi qaranlıq qalan yerlər, verilişin ənənəvi bir sualı var ki, onun da səndən qabaqki 55 qonağa bu sual verilib. İzləyicilərin sənin haqqında nəyi bilməklərini istəyərdin? İbrahim Qaraçuxurlunun qaranlıq qalan tərəfi. Təbii ki, şəxsi deyil sual, yəni yaradıcılıqla bağlıdır. Hansı ki, çox istəyərdim ki, onu sənin barədə bilsinlər, amma bilmirlər. Çox qəribə sualdır, daha doğrusu qəliz sualdır. Qaranlıq qalan tərəflər. Qaranlıq qalan tərəflər. İnanın, mən acizəm mən bu suala cavab verməyə. İnsanların çox şeyini bilməyini istəyərdim. Mən bilməyini istəyərdim ki, təkəbbür eləmək istəmirəm. Mən yaxşı qəzəl yazıram. Mən yaxşı şeirlər yazıram. İndi ola bilər ki, cavanlıqda dediyim meyxana indi deyə bilmirəm. İnsanam da, yaddaş insan. Ümumiyyətlə, heç bir meyxana deyə bilməz ki, mən 35 yaşında dediyim meyxananı 45-də də deyəcəm. Bu mümkün deyil. Çünki yaddaş öz sözünü deyir. İnsanların bilmək istədiyi elə bir şey. Yəni, mənim ümumiyyətlə dostlarım, yaxınlarım, kimlər ki, mənə yaxındır, onlar mənim qaranlıq tərəfimi də bilir, işıqlı tərəfimi də bilirlər. Yəni, bilirlər ki, şükürlər olsun ki, bugün yanımızda xeyli dostlarımız var, şükürlər olsun. Kimlər ki, bizə layiq olmuyor, kimə ki, biz layiq olmamışıq, yəni, onlar bizim yanımızda yoxdur. Yəni, qaranlıq tərəfimi məni tanıyanlar bilir, işıqlı tərəfimi də bilir. Amma xiridarın nə tərəfimi bilməyinə qalanda, heç nə, mən şairəm, qəzəl yazıram, şeir yazıram, meyxana deyə bilirəm, hələ də deyə bilirəm, əvvəlki kimi olmasa da hələ də deyə bilirəm. Yəni, çox dərinə gedə bilmirəm bu sualla, mübariz gərək bağışlayasan. Bilirdim ki, sadəliyin daha öndədir. Bu günləri bir daha özümə onu bir daha sübut elədim. Çox sağ ol bu səmimi cavablara görə və ən böyük, çox sağ ol dəvəti qəbul edib bura qədər əziyyət çəkdiyinə görə. Çox xoş oldu sənin dialoq. Minnətdaram. Mənə də xoş oldu, mübariz. Çox sağ ol. Allah sənin verilişi və uzun ömür eləsin. Mənim ancaq biraz əyağımda var. Ola bilər ki, məni çəkəndən sonra verilişim bağlanar. Bağlanmasa yaxşıdır. Bu artıq 56-cı verilişimiz ki, şükür Allaha ki, davam edir. Amma tezi ilə yəqin ki, 3-4 verilişdən sonra verilişin meyxana hissəsini yəqin ki, yekunlaşdıracaq və başqa bir yaradıcılığa keçəcək. Bura qədər. Mən onda belə başa düşdüm ki, mən axırıncı qonaqlardım. Yox, hələ bir 3-4 böyük müğənnilər olur, mübariz qardaş, sözümü kəsirəm. Deyirlər ki, mən axırıncı oxuyacamsa gəlirəm. Ay, sağ ol. O böyük müğənnilər ki var, xalq artistlər deyir, axırıncı çıxacamsa səhnəyə mən gəlirəm. Belə başa düşür ki, elə mən yaxşı meyxana deyənəm, axıra düşmüşəm. Allah sənə ömür versin. Allah sənə sağlıq versin, gözəl qardaş. Təbii ki, bunlar bir zarafatdır. Verilişin uğurlu olsun. Hərdən zarafat da qatmaq lazımdır. Mübarək, çox sağ ol dəvətimə görə qardaş. Allah səndən razı olsun. Bir də bunu qeyd edeyim. Bir həftədən sonra həm gözəl Ramazan bayramıdır, həm gözəl Novruz bayramıdır. Dünyanın hansı yerində yaşamasından asılı olmayaraq bütün Azərbaycanlıları təbrik edirəm. Bayramları mübarək olsun. Allah xalqımıza gözəl-gözəl illər nəsib eləsin inşallah. Sənə də sonsuz təşəkkürümü bildirəm. Çox sağ ol ki, dəvət elədin qardaş. Var ol qardaş, çox sağ ol. Çox sağ ol, çox sağ ol. Karanlık kalan yerlerden herkese salam.